Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina ve nebiyyina ve habibi kulubina ve habibi kulubil alemin. Ebul Kasimi Muhammed ve alihi teyyibine tahidin ve lanetullahi ala a'daihim ecmain minel ane ila yevmiddin. Amma ba'd fekal hakim fi muhkemil kitabil kerim. Bismillahirrahmanirrahim. Şehru Ramazan ellezi unzile fihil Kur'an. Allah Tebarek ve Teala Kur'an-ı Kerim'de buyurur ki Ramazan ayı o ay ki orada Kur'an nazil olup. Başka bir ayda buyurur ki kutibe aleykumus siyam kama kutibe alellezine min qablikum. Orucluq sizə vacib oldu, necə ki sizdən qabaqdakı ümmətlərə vacib olmuşdur. La'allakum tettaqun. Ümid var ki təqvalı olasınız. Quran ayəsindən də belə istifadə olunur ki Ramazan özü orucluqdan, Ramazan məfhumu özü orucluq məfhumundan başqa bir şeydir. Yəni bunlar başqa məfhumlardır. Yəni Ramazan ərəblərdə ümumən 12 dənə ay var, elə başqa millətlərdə, başqa xalqlarda olduğu kimi. Yəni 12 dənə ay var. Bu Ramazan bu ayların biridir. Amma Allah Təbarək və Teala bu ayı Kur'an nazil olduğu üçün çox önəmə çəkib və həddindən artıq bu aya qiymət verib, dəyər verib və bu ayın da dəyəri Qurandandır. Çünki Allah Təbarək və Teala Ramazan ayını zikr edəndə dərhal dalıyca Quranın nazil olmaqlığını nəzərə çatdırır. Amma orucluq sübh namazından şam namazına qədər orucu batil eləyən işlərdən qorunmaqdır. Olar ki, orucu batil eləyər, sonraki söhbətlərdə onları mən sayaram. Amma olar ki, orucu batil eləyən şeylərdən qorunmaq sübh namazı ilə şam namazının arasında deyirlər orucluq. Siyam ərəb dilindən Azərbaycanda tərcümə olunanda oruc, Ramazan isə 12 aydan birinin adıdır. Buradan bu nəticəyə gəlirik ki, bəzi insanlar var ki, onlar oruç tutmur. Məsələn, xəstədirlər, hamilə qadınlar, uşağa süt verən qadınlar, ondan sonra həddindən artıq yaşı keçmiş insanlar, fərq eləmir, qadın ola, kişi ola, orucluğuna zəiflik gətirər. Xəstəliklər, davamlı xəstəlik olsun, ya müvəqqəti məsələn o qədər soyuqlayıb ki, oruc ona zəiflik gətirir, bu şəxslər oruç tutmur. Çünki bunlar oruç tutmasa da, gərək Ramazan ayının hörmətini saxlayalar. Yəni cəmaat içində, hətta evdə də bacarsalar, ev ailələrinin yanında orucu yeməsinlər, bu ayın ehtiramını saxlasınlar. Xüsusən də ictimaiyyətdə çalışsınlar ki, oruc yeməsinlər, bu ayın hörməti Allah yanında gözəl bu aydır. İnşallah Peyğəmbərin Şaban ayında oxuduğu son xutbəsində bu ayın əzəmətindən, fəzilətindən danışacaq. Onun üçün də mənim əzlərim, əgər oruç tutmasa da hətta Allah eləməsin. Allaha itaatsizlik üzündən də belə olsa oruç tutmasa yox, gərək bu işimizi cəmaatın gözünün qabağında eləməyək. Allah biz inşallah bu həddə çatmarıq Allaha itaatsizlik eləyək. Çünki bundan qabaqki aylarda Rəcəb ayında belə bir gözəl dua oxuyurduq ki, ya mən arzuhu likilli xeyr. Ey o ki onda xeyirdən başqa heç nə gözləmirik. Biz Allahda xeyirdən başqa heç nə ümidimiz yoxdur. Və səxatahu ində və amanu səxatahu ində kullə şər. Hər bir pis işdə də Allahın qəzəbindən amanda yox. Əgər bu cür özümüzü hiss eləsək ki, biz Allahla öz aramızdakı rabitəni pozmayaq, gərəkdir biz Ramazan ayının ehtiramını saxlayaq, oruc olsaq da olmasaq da bu ayın ehtiramını saxlayaq. Ona görə çox tövsiyə olunur ki, hətta xəstə olsaq, oruc olmasaq da belə səhərə qalxaq. Səhərə qalxaq, orada oruç tutanlarla o az da olsa çörək yeyək. Yəni azı səhərin bərəkətindən ki, Allah Quran-ı Kərimdə buyurur ki, möminlər o şəxslərdir ki, və biləsarihum yəstəğfirun. Onlar səhərlər istiğfar eləyərlər ki, həmin istiğfarın savabından, səhərin nəsimindən bir nəsib olmasınlar. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.